Ay Kərbəla, xoş gördük səni. Səni bu günləri Kupçalı, köhnə tikili, qardaş, möhtəşəm, bir də evdən tanış eləyirəm. O ki kənddə gedərdiniz, xatırlayardınız, kəndin o qapılar falan. Qardaşın o abu-havanı sənə yaratmağa möhtəşəm 6 otaq 2 kuxnadan ibarət, yəni mətbəxdən ibarət, altında qarajı, bağı, bağçası, evin yanından da yeri var elə. Orada belə deyək də damı. Qardaşım, bu ev sənin axtardığındır, qiymət isə baldır. Keç evimizdən tanış olaq. Kərbəla, gəl. Hələ birinci evə girmədən bir dənə sənə qardaşın qaraj göstərsin. Qaraj deyirəm sənə. Bax, qoy bir dənə mən keçim orada ayaq üstə durum. Qoy görsünlər ki, nə boydadır. Bax. Bax, bütün otaqların altında keçid var. Nəmişlik deyilən bir şey yoxdur. Qardaşlar, neçə ilin evidir. Evin içində görəsiniz nə var, nə yox. Çox qəşəngdir və kombi qardaş yerindədir. Keç evimizdən içəri ilə tanış. Kərbəla, gəl. Bax, bir dənə mətbəximiz burada, ikinci mərtəbəyə qalxmaq yerimiz buradadır. Gəl bura. Bax. Bir dənə otağımız burada, iki dənə otaq aşağıdadır, yəni nağdır. Bir dənə təmirsiz otağımız var. O buradadır. İstəyən təmir eləyər qardaşım. Yəni qalar da, problem yoxdur. Keçək ikinci mərtəbə ilə sizi tanış eləyim. Bu var da, rayon üçün darxanlar. Bəh. Gəl. Gəl. Yuxarı qalxdın, hələ bu yanlara keçmir. Gəl bura. Bu yuxarının mətbəxi. Yəni kuxnası. Bax Kərbəla. Gəl bura. Sonra qardaşım sənə göstərsin. Hamam. Qardaşım sonra sənə göstərsin. Sanzeri. Gəlin. Hə, Kərbəla. Gəldik. O həmişə olur rayonda qonaqlı qaralı ev. Həmişə də yuxarıda deyir. Yuxarıdakı şeydə, mərtəbədə boş yerimiz var. Konseneriz adı, qardaş. Qapılar tanış gəlir. Həminki o rayondakı, həminki köhnə qapılardandır. Ya Allah, Kərbəla. Bu yuxarıda, belə deyək, 3-cü otağımız. Yuxarıdakı 3-cü. Bura 4. Zalına gedən 4. Gəl. Gəl. 2 qapı birdən açılır, qonaqlı qaralı evlərdə. Bax. Genişliyə bax evlərdə. Köhnə tikilidir də, bilirsiniz də. Gəl bir dənə də bizim balaca qaqaşımızın otağı. Gəl bax. Bu da bizim balaca qaqaşımızın otağı. Səliqəli. Səhmanlı, qəşəng bir dənə otağımız. Oldu ümumilikdə 6 otağımız. 2 mətbəx. 6 otaq, 2 mətbəx, kombi sistem, kondisioner, hər şey yerində. Gələk əsas məsələyə. Kərbəla, güldən çiçəkdən əl çəkmirik də biz. Çünki bizlər ana bəhdində biz Allah cənnəti görsədib deyə biz gülləri sevirik. Hər nəysə, deməli gözəl qardaşlar, bu gördüyünüz evimizin 3 sotun içində 6 otaq, kuxnanın yuxarıdakını çıxsaq 7 otaq, aşağıda zaten kuxnamız var. Lap istəsən aşağının kuxna ilə fərqi yoxdur. Qardaş, bu boyda bağı bağçası, Kərbəla, bax buranı göstərirəm. Orada geniş bir dənə arxasında da yer var hələ, doludur. Bax təsəvvür edin ki, Kupçalı mənzilimiz 596 bax düz buradan keçir. 119 buradan keçir. Düz ortadasan, qardaş, marşruta yaxın, hər şeyə yaxın. Bu evimiz çıxır satışa. Qiymət 82.500 manata, 82.500 manata. Gəlirsən, götürürsən bu evi sahib olursan. Allah alana da, satana da xeyir eləsin.